Deməli, başlayaq birinci sualdan izahını verməyə. Birincidə nədir? Deyir ki, iki çoxluğun kəsişməsinin elementlərinin sayı 3-ə bərabərdir. Təkcə A çoxluğunun elementlərinin sayı 8-ə bərabərdir. A və B çoxluqlarının cəminin ən kiçik qiymətini tapın. Eyler-Venn dairələrindən təsvir eləyək. Biri olsun A çoxluğu, biri olsun B çoxluğu. Kəsişməsi deyəndə ortada yazırıq. Buraya yazırıq 3. Onda təkcə A çoxluğunun 5 elementi var. Biz istəyirik ki, A və B çoxluğunun elementlərinin sayı ən kiçik olsun. Ona görə də B-nin A-nın kəsişməsi bu hissəyə yazıram 0. Yəni, onda NA bərabər olur yenə 8-ə. Bu NB bizə lazım idi. NB də bərabər olur 3-ə. Bunların ikisinin bir yerdə cəminin ən kiçik qiyməti 11 olur. Sonra gəldik ikinci suala. Bir araşdırsaq, təhlil eləsək, birinci A çoxluğu kök altında 13 qiymət alır. B çoxluğu mənfi qiymət alır. C çoxluğundan isə hər birinin ayrı-ayrı qiymət çıxır. Toplananda 5 eləyir. Göründüyü kimi burada ən kiçik qiymət B-dir. Sonra A-dır. Daha sonra isə C-dir. Buna uyğun gələn variantı olur E variantı. Sonra çoxhəddisin qüvvətini tapın. Hər bir hədlin qüvvətini ayrı-ayrı tapaq. Birinci bir hədlin qüvvəti 8, qüvvət üstlərinin cəmidir. İkinci bir hədlin qüvvəti 9-dur. Çoxhədlinin qüvvəti deyəndə bir hədlərin içərisində qüvvəti ən böyük olan götürülür. Onda cavab olur 9. Sonra gəldik 34-cü suala. 40% kəsirlə ifadə edin. 40% kəsirlə ifadə eləyəndə 100-ə bölürük. Hər ikisini 20'ye ixtisar aparıb, o da eləyir 5'də 2. C variantı. İki tərəfin uzunluğu verilmiş bərabər yanlı üçbucağın perimetrini tapın. Burada əsas şərt hansı tərəfin oturacaq, hansı tərəfin yan tərəf olduğunu ayırt etməkdir. Üçbucaq bərabərsizliyindən istifadə edirik. Bizdə burada 15 oturacaq ola bilməz. Çünki əgər yan tərəfləri 7 olsaydı, oturacaq yəni 15, bu iki dənə ədədin cəmi ilə fərqinin arasında yerləşməlidir. Yəni 0 ilə 14 arasında. Görürsünüz, bu şərt ödənmir. Ona görə də oturacaq 15 ola bilməz. Onda deməli oturacaq 7 olmalıdır. Yan tərəflərdə 15, 15. Həqiqətən də burada hər ikisinin fərqi 0, cəmi isə 30 edir və 7 hər 30 ilə 0 arasında yerləşir. Yəni bu şərti üçbucağın tərəflərinin bərabərsizliyi şərti ödənir. Ona görə də burada doğru cavab perimetr dediyinə görə 37 olur. Sonra verilən ədəd 91 ədədin verilən ədədlərlə düz mütənasib hissələrə ayırın. Dedik ki, ədədlərin yanına x əlavə edilib, toplayıb bərabər eləyirik 91'ə. Məqsədimiz mütənasiblik əmsalını tapmaqdır. 13x bərabərdir 91. Buradan x bərabər olur 7'yə. Bizdən ən böyük ədəd istəyir. Ona görə də 6'nı vururuq 7'yə. O da eləyir 42. Gəldik. 2 ədədin ədədi ortası 12'dir. Digər 3 ədədin ədədi ortası isə 16'dır. Bu 5 ədədin ədədi ortasını tapın. 2 dənə ədədin ədədi ortası dediyinə görə toplayıb 2'yə bölürəm 12. Buradan ədədlərin cəmini tapsam eləyir 24. Növbəti 3 dənə ədədin ədədi ortası isə 16'ya bərabər. Buradan hər tərəf 3'ə vursaq, ədədlərin cəmi eləyir 48. Bizə bu 5 dənə ədədin ədədi ortasını istəyir. Yəni toplayıb 2 ilə 48'i nəyə bölməyimizi istəyir? 2 ilə 48'i. 24 ilə 48'i 5'ə bölməyimizi istəyir. Toplayanda alınır neçə? 72. 72'ni də bölürük 5'ə. O da eləyir 1 tam 14 tam 5'də 2, 10'da 10'luq kəsirə çevirəndə 14 tam 10'da 4. Yəni E bəndi uyğun gəlir. Sonra gəldik 38-ci suala. Deyir ki, A, B, C, D, E nöqtələri çevrəyə aid olub. A düz xəttinə aid olmayanların sayını tap. Deməli, çevrəyə aid olsun, amma düz xəttə aid olmayan. Çevrəyə aid olan, bax buradan 4 dənə nöqtə var. Amma
düz xəttə aid olmayan yerdə qalan 3 nöqtə var. Amma bu E nöqtəsi nə çevrəyə, nə də düz xəttə aiddir. Ona görə bunu qoyursunuz kənara. Yəni çevrəyə aid olub düz xəttə aid olmayan 2 dənə nöqtə qalır. Burada doğru variant olur B bəndi. Sonra 39-cu sualda deyir ki, A üstəgəl 1 mötərizənin kvadratı ifadəsində A kvadrat üstəgəl 1 ifadəsini hansı əlavəni etmək lazımdır ki, kvadrat şəklinə çevrilsin? Baxırsınız, A üstəgəl 1-i mötərizə kvadratını açaq. A kvadratı 2A üstəgəl 1. Və görürsünüz, A kvadratı ilə 1 var. Deməli, bizə lazım olan nədir? 2A. Yəni E bəndi. Gəldik 40-cı suala. Saf dövrü onluq kəsir, adi kəsir formasına çevirək. Olur 9-da A bərabərdir 3B-yə. Buradan çarpaz vurub sadələşdirsək, 3A bərabərdir 9B-yə. Hər tərəfi 3-ə bölsək, A bərabər olur 3B-yə. Bizdən A-nın B-yə nisbətini istədiyinə görə hər tərəfi B-yə bölək. Onda cavab alınır nə? Deməli, A-nın B-yə nisbəti olur 3. Sonra gəldik 41-ci suala. Nə deyir? 2 paralel düz xəttlə, 3-cü düz xəttlə kəsişməsinə alınan daxili bir tərəf bucaqlar bunlardır. İfadə şəklində verilmişdir. Və deyir ki, bu bucaqlar alınan daxili çarpaz bucaqlardan kiçiyini tapın. Daxili bir tərəf bucaqlar dediyinə görə biz bilirik ki, bu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Toplayanda verilən ifadələr olur 7x üstə gəlinsin 110 bərabərdir 180. 180. Buradan sadələşdirsək olur belə. 7x bərabərdir 70, x də bərabər olur 10. Deməli, biz tapdığımız sadəcə əmsaldır. Bucaqların hər birini ayrı-ayrı da tapaq. 5-i vururam 10-a, üzərinə gəlirəm 80. Eləyir 130 dərəcə. Digərində də 2-ni vururam 10-a, üzərinə gəlirəm 30 dərəcə. Eləyir 50 dərəcə. Bizdən daxili çarpaz bucaqlardan kiçiyini istəyir. Kiçiyi də neçə dərəcə olur? 50 dərəcə. C parametrinin hansı qiymətində tənliyin köklərindən biri -2-dir? Kök nə deməkdir? Yəni, x bərabərdir -2 deməkdir. Aparıb ifadədə harada x görürüksə yerinə -2 qiymətini qoyuruq və C-ni tapırıq. Olur -2-nin kvadratı üstəgəl -2 çıx C bərabərdir 0. Böyle 20 çıxılsın 2 çıx C bərabərdir 0. Buradan C bərabər olur 18'e. Yəni A variantı doğrudur. Uzunluğu 120 cm olan parça 2 hissəyə bölünüb. Onların alınan hissələrin orta nöqtələri arasında məsafə. Yadınızda qalsın. Bu bucağı uzunluğu 120 cm olan fərqi yoxdur. Neçə nisbətdə bərabər hissələrə bölünsün? Fərqi yoxdur. Yəni yarıyan bölünsün, 2-nin 3-əmi bölünsün, hansı nisbətdə bölünsün, orta nöqtələr arasında məsafə həmişə bu verilən parçanın yarısına bərabər olacaq. Bunu hər hansı bir parça çəkməklə, nümunə ilə də göstərmək olur. Tutaq ki, parça bir tərəfi 50, digəri 70 cm olmaqla 2 hissəyə ayrılmışdır. Düzdür. Bu parçanın orta nöqtəsi buradır. Yəni buradan bura qədər uzunluq 25'dir. Bu parçanın da orta nöqtəsi buradır. Yəni buradan bura qədər uzunluq 35'dir. Bu iki nöqtə arasında məsafəni istəyir bizdən. O da 60 cm-dir. Sonra gəldik 44-cü suala. Əbu Bəkov. Ayrı-ayrılıqda Əbu Bəkovu hesablayıb toplayacaq. Əvvəlcə baxırsınız Əbuba. 12 24'ə bölünür. Əgər ədədlərdən biri digərinə bölünürsə, əbob həmişə kiçiyinə bərabər olur. Yəni 12 üstə gələk. Gəldik Əkoba. Yenə 7 28'ə bölünür. Yəni ədədlərdən biri digərinə bölünürsə, əkob həmişə böyüyünə bərabər olur. Ona görə də əbob 12, əkob 28 alınır. Toplayanda eləyir 40. Gəldik bura. Verilən bu ifadəni digər ifadə formasında göstərin. İndi əvvəlcə burada birinci ifadədə hər tərəfi 2'yə vuraq. Onda olur A üstə gəlir 6B bərabərdir 12.
Sonra gəlib bu ifadəni yazaq aşağıdan. A üstəgəl 6B bölünsün 3. Yuxarıda bu ifadənin qiyməti var idi. Gətirib yerinə qoyuruq. 12 bölünsün 3 o da eləyir 4. Uyğun tərəfləri perpendikulyar olan iki bucağın fərqi 70 dərəcədir. Kiçik bucağı tapın. Biz bilirik ki, uyğun tərəfləri bərabər olan yaxud paralel və perpendikulyar olan bucaqlardan söhbət gedirsə, ya bunlar bir-birinə bərabərdir və yaxud da onların cəmi 180 dərəcəyə bərabərdir. Burada fərqdən söhbət getdiyinə görə, deməli bu bucaqlar bir-birinə bərabər deyil. Ona görə cəmini 180 götürürük, fərqini isə verilən şərtə uyğun olaraq 70. Tərəf-tərəfə toplasaq 2 alfa bərabərdir 250-yə. Alfa da bərabər olur 125-ə. İstəyirsiniz birincidə, istəyirsiniz ikincidə fərqi yoxdur. Aparıb yerinə qoyub bettanı tapsaz, betta eləyir 55 dərəcə. Bizdən də elə bu 55 dərəcəni, çünki kiçik bucağı istəyirdi. A ədədinin rəqəmləri cəmi 3-ə bərabərdir. A üstü 6-nın 3-ə bölünməsindən alınan qalığı tap. Əvvəlcə A-nın 3-ə bölünməsindən alınan qalığı tapaq. A necə olur olsun, rəqəmləri cəmi 4 olduğuna görə həmişə 3-ə böləndə qalıqda 1 alınır. Buradan yola çıxın. A-nın istər kvadratı olsun, istər kubu olsun, istər A-nın üstündə 6 olsun, fərqi yoxdur. Bu ədədi 3-ə böləndə də qalıq dəyişməyəcək. Qalıq həmişə 1 olaraq qalacaqdır. Sonra 48-ci sualda. Tənliyin hər iki kökü 0-a bərabərdir. Yəni, bu demək ki, x kvadratı 0-a bərabər olmalıdır. Ona görə də bu ifadədə, hər ikisi ayrı-ayrılıqda 0-a bərabərdir. Yəni, m çıx 9 da 0-a bərabər olur. Buradan m 9 olur. N çıx 4 də 0-a bərabər olur. N də 4 olur. Bizdən m vurulsun. N hasilini istəyirdi. 9-u 4-ə vuranda eləyir 36. Dəyişənin hansı qiymətinə kəsrin mənası olmaz? Biz bilirik ki, 0-a bölmə anlayışı riyaziyyatda yoxdur. Yəni, məxrəcdə 0 ola bilməz. Ona görə məxrəci x-4-ü 0-a bərabər eləsək, bu kəsrin mənası olmaz. Yəni, x-in 4 qiymətində bu kəsrin mənası olmaz. Gəldik 50-ci sualda. İfadənin qiymətini tapın. Kvadratla kök ixtisar gedir. Amma 6 çıxılsın kök altında 3 modulda yazılır. Modul daxilində ifadənin qiymətini araşdırır. Kök 3-dən təqribi 1,9 çıxır. 6-dan da 1,9 çıxanda cavab eləyir müsbət ədəd. Deməli, moduldan ifadə olduğu kimi çıxacaq. 6 çıx kök altında 3. Burada da üstəcə kök altında 3 var. Kök altında 3'lər bir-birini sadələşdirir. Qalır sadəcə 6. Böyük tərəfinin uzunluğu 6 kök altında 2 olan bərabər yanlı düzbucaqlı 3 bucağın kiçik tərəfinin uzunluğunu tapın. Əvvəlcə bir dənə düzbucaqlı 3 bucaq çəkək. Bərabər yanlı olduğuna görə yan tərəfləri və bucaqları bir-birinə bərabərdir. 45-45. Hipotenuz, böyük tərəf hipotenuzdur. 6 kök altında 3'dür. Biz bilirik ki, düzbucaqlı 3 bucaqda belə bir qayda var. Katetləri A olan düzbucaqlı 3 bucaqda hipotenuz A kök altında 2'yə bərabərdir. Onda bu ifadədən hər tərəfi kök 2'yə bölsək, deməli A nəyə bərabər olur? 6'ya. Bizdən də elə kiçik tərəfi istəyirdi. O da 6'ya bərabərdir. Sonra diaqramda rəfdəki kitabların sayı verilmişdir. Kitabların neçə faizi riyaziyyat kitabıdır? Ümumi kitabların sayını tapsaq, fizika 8, riyaziyyat 12, kimya 10 dənədir. Yəni, cəmi 30 dənə kitab var. Bunların deyil, neçə faizi riyaziyyatdır? Ümumini yazırsınız məxrəcə. Riyaziyyat istədiyinə görə riyaziyyatın sayını yazırıq sürətə və vururuq 100%-ə. Sıfırlar ixtisar gedir. 12 ilə 3 ixtisar gedir. Qalır 4. 4'ü də ona vuranda eləyir 40%. Sonra gəldik 53-cü məsələyə. Çevrənin mərkəzlərinin uzunluğu 48-dir və AB parçasına bərabərdir. Gəlin yazıq. Eyni radiusları eyni hərflərlə işarə edirəm. Onda deməli AB parçası olur 2A, üstəgəl 2B, üstəgəl 2C bərabərdir 48. Hər tərəfi 2'yə bölsək, deməli verilən çevrənin radiusları cəmi olur 24. Sonra
O2 və O3 nöqtələrinin çevrələrinin radiusları cəmi isə uzunluqları cəmi 26 pi-dir. Bunu da sadələşdirsək belə olur. Deməli, birinci çevrənin O2 çevrəsinin radiusu B-dir. Onda uzunluğu olur 2 pi B. İkinci O3 çevrəsinin radiusu C-dir. Bunda uzunluğu olur 2 pi vurulsun C. Bərabərdir 26 pi-yə. Hər tərəfi 2 pi-yə bölsək, onda B üstəgəl C olur B üstəgəl C bərabər olur 13-ə. Gətirib bu ifadənin qiymətini burada yazırıq. Çünki bizdən A-nı, bax, O mərkəzli çevrənin uzunluğunu istəyir. Gətirib yerinə yazsaq, A üstəgəl 13 bərabərdir 24. Buradan A bərabər olur 9. Çevrənin uzunluğunda 2 pi R düsturundan tapılır. 2 pi, bizdə radiusun qiyməti 9-dur. Onu da 2-yə vuranda olur 18 pi. Sonra gəldik növbəti məsələyə. Deyir ki, birinci çəndə 40 ton, ikinci çəndə isə 90 ton benzin var. Günün sonunda birinci çəndə satılan benzinin miqdarı ikinci çəndə satılan benzinin miqdarından 3 dəfə az oldu. İkinci çəndə birincidəkindən 2 dəfə çox benzin qaldığı məlumdursa, ikinci